qeyri-adi bir məhsullara sahib olan bir şirkətdir. Demək, Dandelion şirkəti 2023-cü ildə Qazaxıstan şəhərində yaradılıbdır və əsas baş ofisi Astana şəhərində yerləşir. Şirkətin rəhbəri Yavər Məmmədov Musoğludur. Şirkətin əsas məhsullarından ilk biri, başda duran məhsulları Magnesium H2 Premium təşkil edir. Magnesium adı işləndə hər birimiz yadımıza aptekdə satılan 7 cürə magneziumlar var da, hər orqanizma üçün ayrı-ayrı magneziumlar istehsal olunubdur. Ancaq bu Magnesium H2 Premium ondan çox fərqlidir. Nəyə görə fərqlidir? Çünki 99,9% saf magneziumdan ibarətdir. Tərkibi 2007-ci ildə onları Yapon alimləri icad ediblər. Magnesium H2O, H2 Premium. İnsan orqanizmasına çox xeyir verən, insan orqanizması üçün vacib olan çox güclü bir antioksidandır. Orqanizmdə hüceyrə səviyyəsində təmizləmə apardığına görə orqanizmi demək olar ki, həm təmizləyir, həm də immunite sistemini gücləndirir. Sərbəst radikalları orqanizmdən xaric edir, kolesterolu təmizləyir, qan təzyiqini normallaşdırır, ürək-damar sisteminə gözəl təsir edir, infarktın, insultun qarşısını alır, qaraciyər problemlərində gözəl rol oynayır. Ümumiyyətlə, 5-ci nəsil məhsul adlandırdığına görə bu magneziumu biz hamımız möcüzəli bir məhsul sayırıq. Nəyə görə? Qəbul etmişik, ondan nəticələr görmüşük, artıq orqanizmaya nə cür təsir elədiyini öz gözümüzlə şahid olduğu üçün bu magnezium haqqında saatlarla danışmaq olar. Ümumiyyətlə, şirkət tək bir magneziumdan ibarət deyil məhsulları, onun 9 adda məhsulumuz var da hal-hazırda. Onların içində mühüm rol oynayanlar hansılardır? Qaraciyər məhsulu, kefalain, avlain, bağırsaq sistemi, qurt qovucu, öd qovucu, bakterisit olan bir məhsuldur. Bunlardan bu üç məhsulu ən çox özümdə qəbul eləmişəm kompleks şəkildə. Ona görə onları çox sevirəm. Nəyə görə? Əvvəl ilk dəfə tək qəbul eləmişəm Magnesium H2 Premiumu fevral ayında. Hiss elədim ki, 3 günündə özüm də ilk dəfə qəbul elədiyimə görə hər gün yazırdım. Bugün ayın 20-sindən başlamışam içməyə birinci gün. Birinci gün heç nə olmadı. İkinci gün hiss elədim ki, elə bir sirkələnirəm.